Sual verilir, qonşuda cadugar qadın olduğu üçün onların evinin yanından keçmirəm, hara getdiyimi bilib cadu edərlər deyə bu böyük şirkmi? Yəni insan bu cür qorxmasına da ehtiyac yoxdur. Əgər insan ibadətləri yerindədirsə, səhər axşam zikirlərini edirsə, yəni belə şeylərdən qorxmamalıdır. Və bilməlidir ki, Allahın izni olmadan bütün dünyanın cadugarları toplansa belə sənə heç bir zərər toxundura bilməzlər. Və ona görə insan qorunmaq üçün səbəblərdən tutduqdan sonra artıq qorxuya ehtiyac yoxdur. Belə qorxu əlbəttə insanı apara bilər, şirkə də apara bilir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, وَعْلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعُوا عَلَى أَنْ يَضُرُّوكَ ləm yadurruka illə bi şeyin qad kətəbəhullahu aleyke. Bil ki, bütün ümmət toplaşaraq sənə bir zərər toxundurmaq istəsələr, Allahın yazdığından artıq zərər toxundura bilməzlər. Yəni, insan buna yəqin olaraq inanmalı. وَعَلَمْ أَنَّ الْأُمَّةَ لَوْ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ لَمْ يَنْفَعُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللّٰهُ لَكَ. Və bil ki, bütün ümmət toplaşaraq sənə bir mənfəət, fayda vermək istəsələr, Allah Teala'nın sənin üçün yazdığından artığını toxundura verə bilməzlər. Deməli, İbn-i Qayyim Rahimullah buyurur ki, insanın bunlara yəqin olaraq iman gətirməsi qəlbindən bütün qorxuları, narahatçılıqları çıxardır. Ona görə tövhid və xüsusən də insanın qədərə olan imanı qorxulardan uzaq olmasına, salamat qalmasına səbəbdir.